Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov 11-ci mikrorayon ərazisində sakinlərlə növbəti səyyar qəbul görüşünü keçirib. Qəbulun əsas məqsədi vətəndaşların gündəlik qayğı və müraciətlərini birbaşa dinləmək, onların sosial, məişət və infrastrukturla bağlı problemlərinin həllinə operativ yanaşmaq olub. Görüşdə İcra Hakimiyyətinin məsul şəxsləri ilə yanaşıb, şəhərdə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri, kommunal təsərrüfat, məşğulluq, səhiyyə, təhsil, sosial müdafiə və digər aidiyyatı qurumların nümayəndələri iştirak edib. Sakinlərin səsləndirdiyi müraciətlər diqqətlə dinlənilib. Qaldırılan məsələlərin bir qisminin yerində həlli üçün dərhal müvafiq tapşırıqlar verilib. Vaxt və mərhələli icra tələb edən problemlər isə aidiyyatı strukturların icraatına yönləndirilib. İcra prosesinə nəzarətin xüsusi olaraq diqqət mərkəzində saxlanılacağı vurğulanıb. Şəhər rəhbəri çıxışında qeyd edib ki, hər bir vətəndaş müraciəti diqqətlə araşdırılır və həll olunması üçün bütün mövcud imkanlardan istifadə edilir. Vətəndaşların gündəlik həyat şəraitinin yaxşılaşdırılması, şəhərdə mövcud sosial və infrastruktur məsələlərin həlli İcra Hakimiyyətinin fəaliyyətində prioritet istiqamətlərdəndir. Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin mütəmadi olaraq təşkil etdiyi səyyar qəbul görüşlər sakinlərlə birbaşa ünsiyyətin gücləndirilməsinə, onların problemlərinin yerində araşdırılaraq qısa müddətdə həllinə xidmət edir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.